Digər bir sual budur ki, Yezid xəlifə olandan sonra nə üçün İmam Hüseyn Mədinədən Məkkəyə getdi? Bəli, yaxşı sualdır bu. Nə üçün Mədinədə qalmadı? Orada da yəni qiyam edə bilərdi bəlkə. Niyə Mədinədən Məkkəyə getdi? Mədinədən getmə səbəbləri nə idi? İlk növbədə vaxt darlığı idi. Elə ki Muaviyyə öldü, onun yerinə Yezid xəlifə oldu. Elə bil taxta çıxan kimi bir ilk əmri bu oldu ki, filan kəslərdən beyət alın. Həm xəbəri aparan adama tapşırdı ki, artıq getdinən ki, mənəm xəlifə və filan kəslərdən də beyət almışsın. O filan kəslərdən biri də İmam Hüseyn ağa idi. Gəldi, qasid dedi, xəbər çatdırdı, Mədinə valisi onu çağırdı İmam Hüseyn ağanı ki, bəs beyət eləməlisən. Burada artıq İmam Hüseyn ağanın orada bir hərəkət eləməyinə vaxt qalmırdı, çox az qalırdı vaxt. Və ona 3 gün fikirləşmək üçün vaxt verdilər, o da, belə deyək də, Məkkəyə tərəf yol aldı, Mədinəni tərk elədi həmin o 3 gün ərzində. İkinci səbəb budur ki, birinci, yəni dediyim kimi vaxt azlığı. İkinci səbəb sosial baza məsələsidir. Birinci növbədə bunu qeyd edeyim sosial baza məsələsində. Mədinə cəmaatı ümumiyyətlə elə Muaviyyə öz zamanında cəmaatın gözünü boyaya bilmişdi. Və Yezidi mömin bir adam kimi, dindar bir adam kimi cəmaata tanıdmışdı. Cəmaat onu bir normal insan kimi qəbul edirdi və onun çirkin simasını tanımırdılar. Onun xəbis daxilini bilmirdilər. Və o cəmaatı ayıltmaq hələ özü də böyük bir vaxt istəyir tanıdmaq üçün ki, bu adam budur ya, yəni bilin. Və cəmaat da, yəni dediyim kimi, onu mömin adam bildiyi üçün onlardan mümkün olan şey deyildi. Üstəlik Mədinə cəmaatı ilə də mümkün olan şey deyildi. Mədinə cəmaatı əksəriyyətdən idilər. Əksəriyyət tarixi dini termində sıradan olan müsəlmanlar. Yəni bu adamlar nə Əhl-i-Beyt tərəfdarlardır, yəni şiə deyirlər, nə də başqa adamların tərəfdarı. Bunlar sıradan müsəlmanlardır, əksəriyyətdəndirlər. Düzdür, Əhl-i-Beyt nümayəndələrinə hörmət edərlər, sevərlər, sayarlar, hörmət qoyarlar. Amma elə deyil ki, onlardan hər hansısa biri ayağa qalxsın, bunlar da onlarla, yəni Əhl-i-Beyt nümayəndəsi ilə bir yerdə ayağa qalxsınlar. Elə deyirlər. Elə ümumiyyətlə Ənsar, qısa deyim ki, Əhl-i-Beytə tam bağlı olmamaqlarını elə Səqifə hadisəsində də göstərdilər əvvəldən. Və sonradan İmam Əli xəlifə seçiləndə də elə belə paytaxtı Kufəyə tərəf köçürmədi Mədinədən. İmam Həsən ağa da İraqlılardan ibarət elə belə qoşun toplamırdı. Yəni yeri gəlsə Hicazdan toplayardı, amma yox, İraqlılardan ibarət toplayırdı. İmam Hüseyn ağa da elə belə Kufə tərəfə getmirdi. Yəni az çox yenə də o tərəfdarları o yandaydı. Mədinə cəmaatı ilə heç nə eləmək olmazdı. Başqa tərəfdən, başqa bir səbəb isə bu idi ki, ümumiyyətlə biz Mədinə şəhərinin qiyam üçün əlverişsiz olduğunu sonraki tarixi hadisələrdən də görürük. Məsələn, elə Kərbəla hadisəsindən sonra Mədinədəki qiyam qalxdı, Abdullah ibn Hənzələnin başçılığı altında fiyasko, uğursuzluqla nəticələndi. Nəticədə yəni Hirrə faciəsi baş verdi. Yezid orada daş üstündə daş qoymadı. Nə bilim, Mədinə qadınlarını 3 gün öz qoşununa, yəni dırnaq arasında halal bildi. Deyir, tarix kitabları yazır ki, həmin hadisədən 9 ay sonra 1000-ə yaxın qadın atasız uşaq dünyaya gətirdi. Yəni vəziyyət o yerə çatmış ki, bir müddət sonra Mədinədən hansısa cavan evlənəndə deyir, Bakirə qız axtarmırdı artıq. Yəni elə bir vəziyyət. Yəni bu bir fiyasko, bir uğursuzluq, bir faciə yəni baş vermişdi orada. Müsəlmanın canına, malına təcavüz. Yəni bir qayda-qanun bilməyən biri idi. Yəni heç bir şeyə hörməti olmayan biri idi Yezid. Ona da toxunaram növbəti söhbətdə. Bəli, Mədinədə niyə qiyam olmadı? Dediyim kimi, yəni bir səbəb də həmin o sosial baza idi ki, yox idi və Mədinə ümumiyyətlə bütün tarixi, yəni qiyamlara baxanda fiyasko, uğursuzluqla nəticələnən bir qiyam şəhəri kimi yadda qalır və Hirrə faciəsindən danışdım. Ondan əlavə biz çox soralar Məhəmməd ibn Abdullahın, İmam Həsənin soyundan gələn Nəfs-i Zəkiyyə kimi tanınan şəxsiyyət Məhəmməd ibn Abdullahın da qiyamına baxanda görürük ki, o da uğursuzluqla nəticələnib. Ondan sonra yenə Şəhid-i Fəxr kimi tanınan Hüseyn ibn Əlinin, o da İmam Həsənin soyundan idi. Onun da qiyamı uğursuzluqla sonlandı. Hətta İmam Cəfər Sadiq əleyhissalamdan bir hədis olmalıdır, səhv eləmirəmsə, deyir, Kərbaladan sonra ikinci ən böyük qətliam bizim üçün, yəni Əhl-i-Beyt nümayəndələri üçün həmin Şəhid-i Fəxr Hüseyn ibn Əlinin, yəni ikinci Hüseyn ibn Əlidir bu. Onun yəni qiyamı oldu ki, böyük qətliam oldu orada. Yəni biz baxırıq ki, Mədinədə olan qiyamların hamısı uğursuzluqla sonlanır. Görünür İmam Hüseyn də bunu yəni başa düşürdü, şəhəri özü
vəziyyətini analiz edib görürdü ki, bura bəli, bura yəni qiyam üçün əlverişli bir şəhər deyil. Bu var idi. Bir səbəb də bu idi. Növbəti səbəb isə, başqa bir səbəb isə budur ki, Mədinə şəhəri başqa şəhərlər kimi deyildi. Hansı cəhətdən? Daha ciddi rejimli bir şəhər idi. Orada əsas güc sahibi Ümeyyə oğulları idi və Mərvan ibn Həkəm kimi orada belə öz dilimizdə desək, əjdahalar var idi də siyasi cəhətdən. Və onlar şəhəri çox ciddi rejimdə saxlayırdılar. Orada əl-ayaq açmaq çətin idi. Və orada hansısa bir kiçik qığılcım belə anındaca yatırıla bilərdi. Düzdür, birinci İmam Hüseyn hələ oranı tərk etməmişdən, orada Vəlid ibn Ütbə idi vali. Amma Vəlid ibn Ütbə biraz mülayim adam idi. İmam Hüseynə hörməti var idi, ehtiramını saxlayardı. Amma yəni dediyim kimi Mərvan kimlər də ona nəysə təzyiq göstərə bilərdilər ki, İmam Hüseyndən nəysə də belə xətər toxundurma. Ona görə ora ciddi rejimli bir şəhər idi. Başqa şəhərlərə nisbətdə daha belə qapalı idi. Kufə kimi qaynayan şəhər deyildi, Məkkə kimi qaynayan şəhər deyildi. Buna görə, yəni bu səbəblərə görə İmam Hüseyn Mədinədə qalmadı və orada qiyam etmədi və tərk elədi şəhəri.